İndi icazə verin mən bizim birinci paneldə, mən dünən proqramla tanış olanda, mənə hələ gəlir ki, ən maraqlı panel bizimkidir hələ, birincidir mövzularına görə. Biraz müasirdir mövzuları. İcazə verin, sözü verim Doktor Ramil Hüseynzadəyə məruzasının, prezentasiyasının mövzusunu yəqin ki, özü təqdim edər. Salam, hər vaxtınız xeyir. Başda təşkilatçılar, Təşkilatı Komitənin sədri olmaqla bütün qonaqlara təşəkkür edirəm. Xoş gəlmisiniz. İlk dəfədir bir tədbirin ilk çıxışını mənə verirlər və ona görə çox həyəcanlıyam, ona görə bəri başdan üzr istəyirəm. Mövzumuz psixozun neyrobiologiyasıdır. Adətən neyrobiologiya mövzuları bir qədər sıxıcı olur, bir qədər çətin olur. Mümkün mərtəbə bunu ən asan və ən yormayacaq formada ifadə eləməyə çalışaram və bir qədər keçmişə, bir qədər tarixi məlumatlara nəzər salsaq da daha çox yeni tədqiqatlara, yeni informasiyalara diqqət eləməyə çalışaram. Bu arada adım Ramildir, soyadım Hüseynzadədir, həkim psixiatram. Təqdimata başlamazdan əvvəl demək istəyirəm ki, təqdimatımda heç bir maraq toqquşması yoxdur. Paylaşılan məlumatlar elmi qaynaqlara istinad olunub. Burada hipotezlər, tədqiqatlar var, bəzi yerlərdə şəxsi mülahizələrim var, amma bunların heç biri protokol məlumatları olmadığına görə protokol məlumatı kimi dəyərləndirməməyinizi əvvəlcədən sizdən xahiş edirəm. Yəqin ki, məndən sonra söz alacaq bütün həmkarlarım psixozun nə olması ilə başlayacaq. Ona görə çox uzatmadan qısaca tərifi ilə deyəcəm. Psixoz nədir? Psixoz insanla reallıq arasındakı əlaqənin qopmasıdır. Psixoza biz çox fərqli baxışlardan müxtəlif təriflər verə bilərik, müxtəlif cür onu ifadə eləyə bilərik və təqdimatın gedişatı boyunca ayrı-ayrı aspektlərə toxunduqca bu ifadələrə toxunacam. Hərə öz baxış bucağından görəcək. Psixoz bir qarışıq durum olduğundan dolayı biz bunu yalnız bir sferada görmürük. Həm qavrama sferasında, həm təfəkkür sferasında, həm davranış sferasında, həmçinin şəxsin affektində də müəyyən dəyişikliklər formasında görürük. Psixoz bir çox xəstəliklər zamanı yaranır, şizofreniya qrupu xəstəliklər, yəni bu ola bilər qısa psixotik epizod olsun, şizofreniya bənzər pozuntu olsun və ya şizofreniyanın özü olsun və ya affektiv pozuntular zamanı, bipolyar pozuntu zamanı və ya ağır depressiya zamanı, maddə istifadəsi zamanı görülə bilər və ya üzvü pozuntular zamanı görə bilər, demensiya zamanı psixozu görə bilərik və ya epilepsiya zamanı psixozu görə bilərik. Yəni, əslində psixoz yalnız bir xəstəliyin əlaməti deyil, bir çox xəstəliyin əlamətidir. Ona görə də bir qədər izah olunması bizim üçün mürəkkəbdir, izah olunması bizim üçün bir qədər çətin olan prosesdir. Əvvəlcə bir neçə nümunə vermək istəyirəm psixozla bağlı. Məsələn, 25 yaşlı bir kişi son aylarda dostlarından uzaqlaşıb, işə getmir, gecələr səsi eşitdiyini deyir. Bu səs ona evi tərk et, kimsə sənə zərər verəcəyini söyləyir. Ailəsi görür ki, o pəncələri bağlayır, qapının arxasında kiminləsə danışır, qidalanması azdır. Bu çox klasik bir psixoz кейsidir. Yəni, əminəm ki, bu keysdən qarşılaşan hər kəs bunun psixoz olması ilə bağlı heç bir şübhəsi olmayacaq. Və ya 40 yaşlı bir qadının çox enerjilidir, günlərlə yatmır, pul xərcləməyə başlayır, özünü seçilmiş, xüsusi missiyalı insan kimi təqdim eləyir, hər kəs onun fikirlərini oxuduğunu düşünür. Yəni, bu da başqa bir klasik maniakal psixoz əlamətidir. Məsələn, şəxsin biri gəlibsə, deyirsə ki, mən düşünürəm ki, telefonla məni izləyirlər, mənim maraq dairəmdən məlumat almağa çalışırlar və buna müvafiq olaraq reklamlar, videolar, videoçaplar, şəkillər mənim sosial media hesablarımda qarşıma çıxır. Bunu psixoz kimi dəyərləndirə bilərikmi? Bilmirəm. Yəni, bəlkə də 10 il qabaq psixoz kimi dəyərləndirə biliriksə, indiki dönəmdə əgər psixoz kimi dəyərləndiririksə, mən də psixotik insanlardan biri ola bilərəm. Və ya bu keyslər mənə də maraqlı gəlir. Bir insan bir şəxsi gördükdən sonra gündəlik həyatının bütün mənası dəyişir. Hər mahnı, hər küçə lövhəsi, hər rəng onunla bağlı mesaj kimi hiss olunur. O sanki otaqda yoxdur, amma nəfəsi hiss olunur. Telefon susur, amma sanki içdən səsi eşidilir. Onun düşüncələrini öz beynində oxuyur, onun baxışında var idi. Onun səsindən bu cür hiss olunurdu. Mən onun o hərəkətindən başa düşdüm ki, onun da mənə marağı var. Psixoza bənzəyirmi? Bu klasik bir eşq vəziyyətidir. Ümid edirəm hamımızın başına gəlib müəyyən yaş dövrlərində.
və ya cinslər arasındakı fərqlilikləri inkar eləyir. Sanki bir cins varmış kimi fiziologiyalar, psixologiyalar, sosial-iqtisadi münasibətləri tamamilə eyniləşdirir. Reallıqda baş verənləri hamısı sistemin zorakılığı kimi adlandırır. Deyir ki, burada bir ədalətsizlik var. Bütün görünməyən ədalətsizlikləri görür. Hər hadisədə məna axtarır. Məsələn, tutaq ki, baxıram birinci sırada əksərən kişilər oturub. Deyir ki, niyə birinci sırada əksərən kişilər oturmalıdır? Qadınlar da oturmalıdır. Bu psixoz deyil, bu bir feminizmdir. Və ya tərəfdarı olduğu futbol klubunun uğursuzluğuna onlara qarşı gizli bir strukturun, yapının, hansısa bir gizli güclərin olduğu ilə əlaqələndirir və deyir ki, o yapı imkan vermir ki, biz çempion olaq. Diqqət edirsinizsə, əvvəlki psixoz nümunələri ilə sonraki psixoz nümunələri bir-birinə çox oxşasa da, sonradakılar əslində psixoz deyillər. Birinci nümunə eşqdir, ikinci nümunə feminizmdir, üçüncü nümunə isə müxtəlif ölkələrdəki futbol klublarının elədiyi propagandadır. Psixoz əslində insanın reallıqla əlaqəsini itirməsidirmi? Bəlkə də psixozda insan reallıqla əlaqəsini itirmir. Sadəcə psixozda insan öz reallığını yaradır. Elə bir reallıq yaradır ki, ondan başqa heç kim, yəni onun xaricindəki hər kəs o reallığı qəbulləmir. Yəni insan şuurun elə bir vəziyyətidir ki, daxili mənanın təzyiqi altında xarici reallıq öz yerini itirir, özü yeni bir reallıq yaradır. Dediyim kimi biz danışdığımız boyu, yəni psixoza müxtəlif mənalar verə bilərik. Bu aspektdən baxanda psixoz əslində mənə görə biraz da fəlsəfi baxışdan baxanda çox maraqlı bir durumdur. Nə olursa olsun, psixoz bir yükdür. Həm sosial yükdür, həm iqtisadi bir yükdür. Yəni Amerikada 2020-ci ilin statistikasında iqtisadi yükü onun 155 milyar dollardır. Bu, bunun birincili iqtisadi yüküdür. Yəni iqtisadi yüklər iki yerə bölünürlər psixiatri xəstəliklərdə, birincili və ikincili. Birincili iqtisadi yük ondan o deməkdir ki, biz bu xəstənin sağalması üçün nə qədər maliyyə xərcləmişik. Ona xidmət edən personalın əmək haqlarıdır, onun xidmət aldığı müəssisənin tikinti xərci, inventar xərci, orada istifadə olunan ərzaqlar, dərmanlar və s. və ilaxır. Bunlar birincili xərclərdir. Bu, qeyd edildiyin birincili xərclərdir. Bir də ikincili xərclər var. O şəxs xəstə olmasaydı əgər, o sağlam olsaydı, ölkə iqtisadiyyatına nə qədər faydalı olardı? Yəni, ikisini toplayanda toplam iqtisadi bir yük ortalığa çıxır ki, məsələn, Avropada bir şizofreniya xəstəsi üçün olan iqtisadi yük illik 25 min avro olmalıdır. Bir xəstəyə üçün olan iqtisadi yük 25 min avro olmalıdır. Mənə görə çox ciddi bir göstəricidir. Yəni, bir dövlət üçün də ciddi bir yükdür. Eyni zamanda psixoz bir sosial yükdür. Biz adətən xəstələrin özlərinə fokuslanırıq, indi işimiz gərəyi. Deyirik ki, o xəstə stigmatizə olunur, müxtəlif yerlərdə işə götürülmür, sosium onu təcrid eləyir, izolə eləyir və öz daxilinə buraxmır. Amma eyni zamanda bunun sosial yük tərəfi təkcə pasiyentin özü ilə bağlı deyil, onun ailə üzvləri ilə də bağlıdır. Onun ailə üzvləri də stigmatizasiya uğraya bilir. Məsələn, atası xəstədir, ondan qız almayaq məsələləri ola bilər və ya onun anası da xəstə idi, özü də xəstə olacaq, ola bilər. Onlara bulaşmayaq, onların ailəsində xəstə adamlar var, məsələləri hələ də aktualdır. Dolayısıyla psixozun belə bir yük olması ona gətirib çıxarır ki, biz bu sosial və iqtisadi yüklərin qarşısını almaqdan ötürü psixozun formalaşmasından əvvəl biz onun əlamətlərini tapmalıyıq və onunla mübarizə aparmalıyıq. Ona görə də psixozun ilk epizodlarını, əvvəllər psixozun ilk epizodlarını biz bunu First Episode Psychosis, yəni FEP adlandırırıq qısaca. FEP üzərindən çoxlu tədqiqatlar aparırdı ki, yəni ilk epizodu gördüyümüz andan ən uğurlu müdaxiləni tapaq ki, ondan sonra bu epizod bir də təkrarlanmasın və ya fasiləsizləşməsin və ya qüsur halına almasın. Amma son illərdə artıq FEP-dən daha öncəki mərhələlər, yəni BLIP, APC mərhələləri daha ön plana gəlib. BLIP dedikdə nəyə nəzərdə tuturuq? First Episode Psychosis bir xəstəlikdir. Həm DSM-də, həm XBT-də özünü göstərir. Məsələn, bunun ən qısa müddətli davam edən formasını qısa psixotik epizod deyirik ki, hansı ki bu bir həftədən bir aya qədər davam edə bilir. BLIP isə Brief Limited Intermittent Psychosis, yəni bir həftədən daha az davam edən tam klinikadan söhbət gedir. Yəni tam klinika var adamda, amma bu bir həftədən daha 3 gün, 4 gün davam edir. Bu xəstəlik kimi qəbul olunmur, amma bu bizim üçün bir indikatordur. Nə indikatordur birazdan deyəcəm. BLIP-dən daha yüngülü var, bunu APC adlandırırıq. Bu DSM-5-də gələcəkdə perspektivi olan patologiyaların içərisində adı qeyd olunmuş bir məfhumdur. Adı yumşaldılmış, attenuated, yumşaldılmış
psixotik simptomlar adlanır, APC. Yəni, bu lipə hələ çatmayıb, yəni tam klinikanı görə bilmirik. Məsələn, adamda sayıqlama, halüsinasiya və davranış pozuntusunun yalnız biri var və məhdud müddətdədir. Bunu APC adlandırırıq. Bir də son dönəm tədqiqatlarda, məsələn, bu ilin ECMP konqresində daha çox fokuslanan məqamlardan biri də adamlar APC-ni və bu lipi axtarmırdılar. İki şey diqqət edirdilər. Bir, genetik meyillilik varmı? Yəni, atasında, anasında, nənəsində, babasında, kimdəsə psixotik bir xəstəliyi varmı? İkincisi, funksionallığı təxmini 30% aşağı düşübmü? Baxın, nə APC var, nə psixoz var, nə hər hansı bir tam klinika var, heç nə yoxdur. Sadəcə bu adamın genetikasında şizofreniya xəstəliyi var və hansı bir psixotik xəstəliyi var və bir də son dönəmdə funksionallığı 30%-dən daha aşağı düşüb. Bu üç qrupu, bu üç xəstəliyi, bu göy rəngdən işarələnmiş xəstəlikləri, xəstəlik deməyim, durumları, vəziyyətləri birləşdirib onlara bir ad verdilər. Bu adı adlandırdılar kliniki olaraq yüksək risk qrupu, CHR, Clinic High Risk Psychosis, CHRP adlandırdılar və son ECMP konqresində olan tədqiqatların təxminən, psixozla bağlı tədqiqatların təxminən 20%-i məhz bununla bağlı idi. Yəni, yeniyetmələrdə ya da 40 yaşın altında olan insanlarda kimlər bu kriteriyalara uyğun gəlirdisə, yəni kimlər klinik yüksək risk qrupunda aid olurlarsa, onların tədqiqatı aparıldı ki, bunlardan hansı psixoza keçə bilir? Onu adlandırdılar artıq CHRPT, yəni psixoz tranzisiyası olub. Kimlərsə keçməyib və bunlar arasındakı fərqlər nədir ki, bu adamlar psixotik xəstəliyi keçiblər, digərləri keçməyiblər. O fərqlər əsasında da artıq bir insanda psixotik xəstəliyi baş verməmiş, o insanı artıq nəzarətə alıb psixotik xəstəliyin qarşısını ala bilərik. İndi vaxt qalsa o tədqiqatların bir qismi ilə deyəcəm, çox maraqlı tədqiqatlar var. Klasik olaraq psixoz deyəndə bizim ağlımıza gələn dofamindir. Yəni, bütün günahı dofamin üzərinə atırıq və uzun uzaq danışmayacağım, hamının bildiyi bir neurobiyoloji mexanizmdir. Yəni, klasik neurobiyoloji mexanizm ondan ibarətdir ki, psixozun yaranmasında biz iki əsas yola diqqət edirik. Bunun biri mezolimbik yoldur, digəri isə mezokortikal yoldur. Mezolimbik yolda dofamin miqdarında artım olur. Buna görə də biz pozitiv əlamətləri görürük, psixoproduktiv simptomatikanı görürük, sayıqlamanı görürük, halüsinasiyanı görürük. İkincisi isə mezokortikal yoldur. Mezokortikal yolda isə biz dopaminin miqdarının azalmasını görürük. Bu da mezokortikal yolun mənsəbi, bitdiyi yerdən harada olmasından asılı olaraq, əgər dorzal tərəf prefrontal korteksdədirsə, üzr istəyirəm, dorzal tərəf frontal korteksdədirsə, bilmirəm, yəni ilk şəkildəyim, yaxşı, sağ tərəfdəki şəkildədirsə, yəni orada əgər dopamin miqdarı azsa, daha çox biz kognitiv simptomların zəifləməsini görürük. Yox, əgər, üzr istəyirəm, ventral tərəfdədirsə, sağ tərəfdəkindədirsə, onda biz kognitiv simptomların zəifləməsini görürük. Yox, dorzal tərəfdədirsə, yəni soldakı şəkildədirsə, mənə görə soldakı şəkildədirsə, onda affektiv simptomların zəifləməsini görürük, negativ əlamətləri daha çox görürük. Burada bir yeniliyimiz yoxdur, yalnız bu yeniliyi deyə bilərik ki, bir dəfə bunu təqdim edəndə deyirdim ki, artıq biz striatumu psixiatrlar olaraq azad eləmişik. Əziz striatum, sən azadsan. Striatumu biz normalda iki yerə bölürdük, ventral və dorzal hissəsi. Dorzal hissəsi nevroloqların idi, hərəkət pozuntularını onlar araşdırdılar. Ventral hissəsi də bizim idi, şizofreniyada bundan istifadə edirdik. Son elmi tədqiqatlar göstərdi ki, dorzal hissəsi artıq təkcə nevroloqların deyil, orada psixiatrik simptomların əmələ gəlməsində də iştirak edir. Daha dəqiq desəm, şizofreniya zamanı kompulsiv davranışlar olur. Bu kompulsiv davranışların yaranmasının səbəb dorzal striatumda olan dopamin miqdarının dəyişikliyidir. 2000-ci ildə xüsusən Ştal ədəbiyyatında ilk dəfə olaraq dopamindən əlavə glutamat və serotoninin də psixozun neurobiyologiyasına rol oynayacağı bildirildi, amma qısaca adı çəkildi getdi və 2008-ci ildən etibarən glutamat və serotonin də bütün həyatımızın mərkəzinə oturmuş mediatorlardan oldu və dolayısıyla hal-hazırda
Psixozun neyrobiologiyası üzərində danışdığımız vaxtı biz 3 mediatordan danışırıq. Dopamin, glutamat. Glutamatda prefrontal korteksə NMDA reseptorların hipofunksiyası olur. Bir də serotonin. Serotonində də 5-HT2A üzərindən olur. Çox xırdalığına getməyim, yormayayım sizi. Müasir tədqiqatlar demişəm, sonra da müasir tədqiqat üzərində dayanmalıyam. Ona görə bunlar üzərində çox dayanmayıb. Yeni modellər, yeni fikirlər üzərində danışmaq istəyirəm. Son 15 dəqiqəmi ona həsrləmək istəyirəm. Təqdimatdakı mətni oxuya bilirsinizmi? Bilərəkdən belə qarışıq bir mətin yazmışam. Üz ifadələrinizə anladığım qədərilə oxuya bilirsiniz. Bu, beynin prediktiv sistemidir. Beynin prediktiv sistemi nəyə deyir? Beynin prediktiv sistemi onu deyir ki, beynin funksiyası yalnız xaricdəki impulsları alıb, qəbul edib, oxuyub və ona müvafiq davranış sərgiləməkdən ibarət deyil. Beynin funksiyası xaricdəki impulsları alır, qəbul edir, paraleldə özünün də daxili bir sistemi var, bu ikisini qarşılaşdırır, şərh edir, nəticə çıxardır. Yəni, əslində burada beyin bızınmıtni o qədər da düzgün deyə keçə bilərdik, amma bizim beynimizin daxili strukturu bilir ki, orada yəqin ki, hərfi itib, beyin sözü yazılmaq istəyib, yəqin 2 dənə hərfi yazılmayıb, bəzən yazılmaq istəyib. Bunun ən klasik nümunəsi nədir? Bəlkə görmüşsünüz, bəzi tədbirlərdə deyirlər ki, gəlin hamımız bir yerdə əl çalaq. 1, 2, 3, 4, 5. Sonra deyirlər, gəlin bir də eləyək. Gəlin bir də eləyək. 1, 2, 3. Bax, budur prediktiv sistem. 4-5-i demədən 4-5-i əl çalmağınız idi. Yəni, beynin prediktiv sistemi. Bunun psixozla əlaqəsi nədir? Psixozla, bu arada, bu sistemi təmin eləyən əsas 3 mərkəzimiz var. Biri qurşaq qırışığıdır, onun ön tərəfidir, anterior cingulate cortex və bununla əlaqəli olan beyin adacığıdır, insuladır. Bu adətən nə edir? Bu impulsları kənardan qəbul edir. 2, prefrontal korteksi planlamanı yerinə yetirir. 3-cü, hipokampda bunu yadda saxlayır. Məsələn, bayaq mən əl çalanda impulsları qəbul edirdiniz. Prefrontal korteks planlama edirdi ki, sinxron formada əl çalaq. Hipokampda bunu yadda saxlamışdı. Təkrarladığımız vaxtı, impulsu qəbul eləmədiyimiz vaxt belə hipokampdan gələn impuls sizə mən 4-ü demədən əl çalmağınıza səbəb oldu. Biraz prezentasiyanı qabaqlaya bilərəm. Beyin əslində biraz immun sistemi kimidir. Necə immun sisteminin funksiyası özümüzkü ilə yada ayırmaqdırsa, yəni bədənimizdə olan hər hansı bir hüceyrə, bu mənim hüceyrəmdir, buna dəyməməlik deyib, bu yad hüceyrədir, bununla mübarizə aparmalıyıq deyib, bu ayrımı yerinə yetirməkdirsə, beynin funksiyası da bir mənada odur. Yəni, bir insanın daxili düşüncələri var, təbii ki, bunlar bir-birinə sıx əlaqəlidir. Daxili düşüncələri var, bunun bir default modu var, bunu təmin edən strukturları biz adlandırırıq, ümumilikdə default mode networking, yəni buradakı DM-ni onu ifadə eləyir. DM-ni onu ifadə eləyir. Bir də beynin xaricdən gələn strukturları analiz edən bir xüsusi modu var. O modu da adlandırırıq biz salience network. Yəni, 2 dənə modumuz var da, bir daxili ruh aləmimizi təmin edən, bizim düşüncələrimizi müəyyən edən default modumuz var. Bir də xaricdəki qıcıqlara reaksiya verən salience modumuz var. Yəni, əhəmiyyət modumuz. Kənardan gələn qıcıqların hansı daha əhəmiyyətlisə ona reaksiya veririk. Yəni, məsələn, ola bilsin ki, əyləşmişsiniz, əyninizdəki paltar sizi narahat eləsin, telefonunuza mesaj gəlir, o sizi diqqətinizi cəlb eləsin, amma burada daha çox qıcıqlandıran şey mənim səs tonum olduğundan dolayı və konqresdə olduğunuzdan dolayı, konferansda olduğunuzdan dolayı daha çox fokusunuzu bura yönəldirsiniz. Yəni, özünüz öz default modunuzu idarə edirsiniz. Xaricdən gələn qıcıqla daxildəki default mod arasında bir balansı təmin edirsiniz. Prediktiv sistemdə nə olur? Prediktiv sistem, uğurlu prediktiv sistem bunlar arasında balansı qoruyur. Şizofreniya zamanı isə bu balans pozulur. Necə pozulur? Normalda beynin məqsədi həqiqəti tapmaq deyil. Beynin məqsədi ondan ibarət ki, mən xaricdən qıcıq qəbul edirəm, daxildə default modum bir proqnoz verir və ikisini uyğunlaşdırıram, bir davranış sərgiləyirəm. Beynin məqsədi bu davranışdakı xətanı minimuma indirməkdir. Yəni, mənim daxildəki düşüncəmlə çöldən gələn qıcıq arasındakı balansı qoruyum və mümkün mərtəbə ən uyğun reaksiyanı verim. Psixoloji xəstəliklər zamanı bu proqnozda yanlışlar olduğuna görə adətən bu səhvlər azalmır və ifrat çox olur. Dolayısıyla
İçərisindəki düşüncə default modu deyə bilir ki, Ramil, deyəsən səni izləyirlər. Amma xaricdəki salience networkingi deyir ki, hamı bura konferansa gəlib, hamı burada konferansı dinləməyə gəlir. Balans pozulduğu vaxtı və insan deyir ki, yox, məni izləyirlər, kim nə deyirsə desin, mən ancaq buna inanıram. Və buna biz sayıqlama adını qoyuruq. Yəni, artıq xaricdəki siqnalların heç bir əhəmiyyəti qalmır. Yaxşı, bunun əhəmiyyəti, yəni bunu biz niyə danışırıq, bu prediktiv sistemi niyə danışırıq? Bu bizim üçün yeni bir pəncərə açır. O pəncərə ki, artıq psixotik xəstəlikləri yalnız farmakoloji müalicə ilə və yalnız neyrobioloji müdaxilələrlə deyil, həmçinin psixoterapevtik müdaxilələrlə də müalicə etmək olar. Bununla bağlı tədqiqatlar var. Xüsusən də CBT, psixoz üçün olan CBT sonrası prefrontal korteksin aktivliyinin əhəmiyyətli dərəcədə artdığını, insula və amigdalanın reaktivliyinin azaldığını, yəni psixoz zamanı aktivləşmiş salience network'ün kifayət qədər azaldığı aşkar olunmuşdu. Bu deməkdir ki, gələcəkdə artıq psixotik xəstələrə multidisiplinar yardım dedikdə sosial reabilitasiyanın içərisinə CBT təməlli psixoterapiyalarında daxil olması mümkün görünür. Okey, tamam, yaxşı. Bəs niyə bizdə bu disbalans yaranır? Bizdə yəni, psixotik xəstələrdə bu disbalans yaranır. Niyə salience network aktivləşir? Niyə insan xarici və daxili arasındakı sərhədi itirmiş olur? Bunun əsas səbəbi isə qlial şəbəkə pozuntusu olaraq görülür. Qlial şəbəkə pozuntusu dedikdə nəyə nəzərdə tuturuq? Qlial hüceyrələrin disfunksiyası nəzərdə tuturuq. Qlial hüceyrələrin disfunksiyası dedikdə 3 qrup hüceyrələri, mikrogliyanı, astrositləri və oligodendrositləri nəzərdə tuturuq. Yəni, mikrogliyanın əsas işi nədən ibarətdir? Mikrogliyanın əsas işi ondan ibarətdir ki, inkişaf zamanı bəzi sinapsları yavaş-yavaş budasın. Bunu biz adlandırırıq pruning və yeniyetməlikdə bu çox normal prosesdir. Amma hər hansı bir iltihab, stres olduğu zaman, bu zaman bu pruning prosesi ifrat həddə çıxır və nəticədə beyindəki sinapslar həddindən artıq budanmış olur və dolayısıyla artıq bizim o balansımız, dimiyən və esen arasındakı balans pozulmuş olur. Ona görə biz adətən psixozu yeniyetməliyə qədər yox, yeniyetməlikdən sonraki dönəmlərdə müşahidə eləmiş oluruq. Və ya yenə bu ICMP konferansında bir hipotez ortaya qoymuşlar. Hipotez iki zərbə hipotezi idi. Deyir ki, bir insanın psixotik xəstəlik keçirməsi üçün 2 zərbə olmalıdır. Birinci zərbə onun genetik zərbəsidir, yəni bu adamda meyilliliyi var. İkinci zərbə isə həyatındakı hər hansı bir ciddi stres faktorudur. Yəni, fikir verin, bəlkə təcrübənizə rast gəlmişsiniz, psixotik xəstələrin bir qismi deyir, biz soruşuruq ki, nə vaxtdan sonra başladı? Deyir, ta ki, gecə vaxtı getmişdim qəbristanlığa, qorxdum, ondan sonra başladım. Yəni, ciddi bir stres faktoru oldu. Buna bağlı olaraq mikrogliya ifrat aktivləşdi və sinaptik budanma çox oldu və nəticədə də psixotik epizod yarandı. Ona görə də psixotik xəstəliklərin biz MRI görüntülərine baxdığımız vaxtı uzun dönəmdən sonra beynin ayrı-ayrı sahələrində, xüsusən də parietal sahələrdəki qabığın və ağ maddənin qalınlığının azaldığını görmüş oluruq. Sinapsların zəiflədiyini görmüş oluruq. İkinci astrositlərdir. Astrositlər artıq Ştal müəllimin də dediyi kimi, bunlar yalnız orada bəzək və ya dəstək üçün deyirlər. Onlar sinaptik aktivlikdə iştirak edirlər. Xüsusən də qaba və glutamat mübadiləsində iştirak edirlər və astrositlərdə olan hər hansı patoloji durum nəyə gətirib çıxarır? Gətirib çıxarır, glutamat mübadiləsini pozur, NMDA reseptorlarının hipofunksiyasına gətirib çıxarır. Bunun perspektivi nədir? Niyə görə bu əhəmiyyətlidir? Ona görə əhəmiyyətlidir ki, mikrogliyada əgər problem varsa, yəni əgər həqiqətən də bu hipotez doğrudursa, gələcəkdə biz psixozları müalicə eləmək üçün adi iltihab əleyhinə dərman maddələrindən istifadə edə bilərik. Bugün səhər məqalələri gözdən keçirəndə Oxfordda bir çap olmuş məqaləni gördüm. Psixozu müalicə ediblər aşağı dozalı metatreksatla, yəni şiş əleyhinə dərman preparatı ilə psixoz müalicəsi olub və kifayət qədər də effektiv olub. Astrositlərin bəs bizim üçün perspektiv nədir? Gələcəkdə artıq yalnız antipsixotiklərə bizim bildiyimiz klasik dofamin və ya dofamin serotonin blokatorlar deyil, həm də deserin, glisin kimi maddələr də daxil ola bilər. Yəni, bir müddət glisin yazılmasının biz əleyhinə idi, yazmayın deyirdi, amma bir nöqtədən sonra glisin yazın deyəcək deyəsən. Oligodendrositlərin əsas funksiyası miyelinləşmə prosesində iştirak eləməkdir. Təbii ki, miyelin itkisi də sinir ötülməsini yavaşladır. Bunun gələcəkdə perspektivi nədən ibarətdir? Təbii ki, BDNF artırıcıları verilə bilər. Bir də şəbəkə ritminin pozulması ilə bağlı hipotezlər olduğuna görə düşünülür ki, gələcəkdə psixoz müalicəsində
TMS-dən istifadə oluna bilər. Bilmirəm, Xuraman doktor buradadırmı? TMS gələcəkdə psixoz müalicəsində perspektivli müalicə metodlarından biri ola bilər. Yaxşı, tamam, bunu da anladıq. Bəs iltihabın səbəbi nədir? İltihab olduğu başa düşdük, sinaptik budanma olduğu anladıq. İltihabın səbəbi nədir? Bunun ən əsas səbəbi neyroimmun dismetaforası deyə bir ifadə var. Yəni, nə deməkdir? Bu o deməkdir ki, bayaq ifadə elədim. İmmun sistem necə özünkü ilə yadı ayırırsa, beyin də özünkü ilə yadı ayırmağa çalışır. Yəni, beyin də, yəni bizim neyronal sistemimiz də immun sistem kimi işləyir. Amma hər hansı bir səbəbdən, xüsusən də iltihabi səbəbdən, son dönəmlərdə ən çox aktuallaşan məsələlərdən biri bu beyin-bağırsaq aksisi ilə bağlıdır. Mikrobiotanın dəyişikliyi, F/B indeksi var. Orada F/B indeksinin artması. Normalda hər insanda F/B indeksi 1,5-ə bərabərdir. Bu indeksin həddən çox olması, yəni F qrupu bakteriyaların artması, B qrupu bakteriyaların azalması nəticəsində bu indeks artır. Nəticədə orqanizm öz mikrobiotasına bağlı olaraq özü-özünə mübarizə aparmağa başlayır. Yəni, sanki bədəndə bir immun və ya iltihab prosesi baş verir. Ona görə son dönəmin trendlərindən biri də neyroiltihabi proseslərdir. İmmun sistemində bir disbalans yaranır, sitokinlər və immun hüceyrələr beyinə keçir, nəticədə onlar mikrogliyaları aktivləşdirir, mikrogliyalar da sinapsları budayırlar. Son mexanizm budur. Hal-hazırda son gələn qərar bundan ibarətdir. Mikrobiota problemi və hər hansı bir səbəbdən iltihab, iltihab nəticəsində sinaps budanması, sinaps budanması nəticəsində prediktiv sistemin pozulması və nəticədə psixoz formalaşır. Bunun sübutu nə ola bilər? Bilmirəm, qeydləmişəm burada, qoymuşam, bəli. Interleykin 6-nın artması, son dönəmlər translakaza proteini ilə bağlı məqalələr vardı. Artıq bu əhəmiyyətini itirib, translakaza əhəmiyyətini itirib, amma son tədqiqatlarda ən çox göstərilən nə idi? Komplement sistemin 4-cü fraksiyasının miqdarının qanda həddən artıq çox olması psixozun yaranma səbəblərindən biri kimi görünür, mexanizmlərindən biri kimi görünür. Burada deyə biləcəyim əlavə bir məlumat, yoxdur. Gözləyin gəlir, yəni təzə dərmanlarımız gəlir. Bu dərmanların ən birinci TAR1 aqonistləridir. Yəni, bunlar nə edirlər? Bunlar dopaminin reseptorlarına təsir göstərmədən dopaminin ifrazını, sekresiyasına təsir göstərən dərman maddələridir. Ulotaront və ralmitaront, içərisindəki TAR ifadəsini yəqin görürsünüz. Yəni, nə deyir? Deyir ki, madam şizofreniyada əvvəl-axır məsələ sinaptik budanmaya və dopaminin artmasına gəlib çıxırsa, onda gəlin biz dopamin reseptorlarını blokada eləməyək, gəlin dopaminin sekresiyasını modulyasiya eləyək. Ona görə də ulotaront və ya ralmitarontdan istifadə olunur. Və glutamat hipotezinin nəticəsində yaranmış hələ tədqiqat mərhələsində olan yeni dərman molekulları, iklepertin və DAO inhibitorları. Və bir də iştalda, məsələn, diqqət edəyirsinizsə, dopamin nəzərəsi deyirlər, orada qaytdan danışırlar, glutamat nəzərəsi deyirlər, qaytdan danışırlar. Sonra serotonin nəzərəsi deyirlər, qaytdan danışırlar, amma qayta təsirləyən heç bir dərmandan söhbət eləmirdilər. Sanki əhəmiyyətsiz ara bir vasitəçi imiş kimi. Artıq qayt da dəyərə minir, çünki onun içində yeni dərman molekulları çıxır. Qaytın üzərindəki kalium ion kanallarını təsir göstərən modulyatorlar, yeni dərman qruplarımız olacaq kimi görünür. Cobenfy-dan yəqin xəbəriniz var. Səhv eləmirəmsə 2024-də idi, təsdiqləndi. FDA tərəfindən şizofreniya müalicəsində effektivliyi sübut olunub, təsdiqlənmiş, dopamin sisteminə təsir göstərməyən yeganə dərman molekuludur. Təsir mexanizmi M4 xalina reseptorları modulyasiya eləməklə əlaqədardır. Vaxtıma çox az qalıb, hamısını səthi formada üzərindən keçərək, çox xırdalamadan dedim. Məsələn, bir tədqiqatı deyə bilərəm ki, beyindəki dəmir miqdarına görə psixozun predictionunu təxminini eləmək olur ki, bu adam psixoz keçirə bilərmi, ya yox. Son tədqiqatlardan biridir. İnsan psixotik bir varlıqdır. Biz əslində Tanrı anlayışını əgər qəbul eləməsək, mənasız, əhəmiyyətsiz həyatda özümüzə bir ego yaradıb, həyatımızın mənasını bir uydururuq və ona inanırıq, hər kəs də buna inandırırıq. Əslində bizim hərəmizin özümüzün bir psixozu var. Sadəcə bu psixoz paylaşıldığı vaxtı, hər kəs buna razı olduğu vaxtı, məsələn, hər şey karyera üçün deyəndə, hamı əl çalanda biz buna həyat deyirik. Amma hər şey, nə bilim, küftə bozbaş üçündür desəm və sizə qəribə gəlsə buna psixoz deyirsiniz. Həyat sizə paylaşılmış bir psixozdur. Diqqətinizə görə təşəkkür edirəm. Çok sağ olun.